Salam əziz şagirdlər, mən Rəhman Cəfərli, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsil könüllüsü. Bugün sizinlə etest.edu.az saytından qeydiyyatdan keçmək haqqında danışacağıq. İlk olaraq, kompüterinizdə hansı brauzer varsa, məsələn Mozilla, Opera və ya Google Chrome, onunla qeydiyyatdan keçə bilərsiniz. Biz Google Chrome'a daxil olaraq. Daxil olduqdan sonra test.edu.az saytına daxil oluruq. Belə bir səhifə gəlir. İndi isə başlayaq qeydiyyatdan keçməklə bağlı olan bölməni doldurmağa. İki variantdan qeydiyyatdan keçə bilərik. Mobil nömrə və elektron poçt. Elektron poçt daha çətin olduğu üçün istədik ki, şagirdlə elektron poçtla qeydiyyatdan keçməyi izah edək. Bölmələri başlayaq doldurmağa. Adınız bölməsinə məsələn öz adımı yazım. Soyadınız bölməsinə öz soyadımı. Doğum tarixiniz. Doğum tarixinizi buradan da seçə bilərsiniz, yaza bilərsiniz. Məsələn, biz seçək təvəllüdümüzü, ayımızı, okey vururuq. İndi isə doğulduğumuz günü seçirik və doğum tariximiz artıq hazırdır. Sıra gəldi məktəbin yerləşdiyi bölgə və ya qrup. Məsələn, mən öz bitirdiyim məktəbi seçim. Məzun olmağa baxmayaraq sizə məlumat vermək üçün qeydiyyatdan keçirəm. Adı şəhər, oxuduğunuz məktəb, pilot siniflər və sinifinizi seçirsiniz. Məsələn, 11-ci sinif seçim. Digər bölmə isə cins bölməsidir. Kişi və ya qadın cinsini seçirsiniz və qeydiyyatdan keçə vurursunuz. Növbəti mərhələdə bizə elektron poçtumuzu, şifrəmizi və yenidən şifrəmizi yazmaq tələb olunur. Eyni zamanda təhlükəsizlik kodunu qeyd etməyimiz tələb olunur. Elektron poçtumuzu yazırıq. tehsil.könüllüsü@mail.ru. Parolumuzu yazırıq. Təhlükəsizlik kodunu yazırıq. QU1 və yenidən parolumuzu yazırıq. Son olaraq qeydiyyatı tamamla bölməsinə tıkladırıq. Artıq bizim qeydiyyatımız hazırdır. Cəfərli Rəhman. Əgər hər hansı bir sualınız olarsa, əziz şagirdlər, Facebook'dan e-dərslik səhifəmiz vasitəsilə bizimlə əlaqə quraraq sualınızı ünvanlaya bilərsiniz. Təşəkkür edirik.